Deməli, 18-ci əsrin, 19-cu əsrin ortalarından artıq Avropada anti-Türk siyasəti başladı dövlətlər səviyyəsində. İlk dəfə İngiltərənin baş naziri bu mövzuda məruzə elədi ki, biz çalışmalıyıq ki, Türkləri səhnədən uzaqlaşdıraq. Və ondan sonra düşdülər Osmanlı İmperiyasının üzərinə, Azərbaycan üzərinə, Azərbaycanın böldüləri iki yerə. Bütün bu olaylar aydındır. Siyasət oradan başlayıb. Və bu siyasətdə onların bir nömrəli şüarı nə oldu? Bütün dərsliklərdə, tarix kitablarında yazın ki, Türklər bu ərazilərə gəlmə xalqdır. Yerli xalqdır. Bunlar Moğolistandan gəliblər. 6 aylardan. 200 ildir bu siyasət tarix kitablarında və nə yazıq ki, Türkiyə tarixçilərində, Azərbaycan tarixçilərində bu konsepsiyayla kitablar yazır. Yəni, düşmənimizin verdiyi tez üzərində kitablar yazır. Məqsəd də nədir? Nə vaxtsa zaman psixolojiyada olsa, qardaş, gəlib gəlmə xalqdırsa, özün yazırsan ki, 1000 il qabaq Səlcuqlarla gəldik. Və gəlibsə, yer veriblər, otur, çox atlanıb düşmə.